Salam, mən bugün sizə Excel haqqında öz biliklərimi sizə çatdıracağam. Excel proqramı ümumiyyətlə minlərlə hesablamalar aparmaq üçün, qrafiq cədvəl qurmaq üçün və başqa çox şeylərdə istifadə olunur. Ekrandan aça bilərik, yeni, new, list Microsoft Excel və yaxud Microsoft papkasından burada menyudan seçə bilərik Excel 2010. Ümumiyyətlə Excel hər bir damadan ibarətdir, yuxarı sətirlər və sağa doğru hərflərdən ibarətdir. Hərflər demək olar 3 rəqəmliyə doğru irəliləyir. Gördüyünüz kimi X-dir. Ən axırda bu və minlərlə sətirlərdən ibarətdir. Milyon dəqiq sizə çatdırım. 1 milyon 48 min, yəni 48 mindən çox sətirdən ibarətdir. Excel çox əlverişli proqramdır. Hər bir damanın öz funksiyonal vəzifəsi vardır. Məsəl üçün, nə yazsaq, gördüyünüz kimi hər bir hərflər öz funksiyonal yerində işləyir. Və hər bir damanın idarə eləmək olur, yuxarı, aşağı, genişləndirmək olur və yaxud böyütmək olur, sətrin uzunluğunu və hər bir funksiyanı rahat yerinə yetirmək olur. Excel'dən çox vaxtı müxtəlif məsələlər həll etmək üçün və cədvəl qurmaq üçün istifadə olunur. Çox əlverişlidir, cədvəl qurmağa. Hər bir dama burada gördüyünüz hər bir dama heç biri print edərkən heç biri ağ vərəqdə görünmür. Məsəl üçün yazacaq bir söz, meyvələr yazacaq, bunları meyvələr haqqında qrafiki quracaq və print yerinə baxaq. Və gördüyünüz kimi ağ qrafikalar, damalar heç biri görünmür. Yəni o damalarda rahat işləmək üçün Excel qovluğunda adi damalarda heç biri görünmür səhifədə. Sadəcə biz onun üzərində işləyirik. Excel'də bir söz yazdıqda bunu biz qalın edə bilərik, yana doğru elə bilərik və altından xətt edə bilərik. Bunlar ayrı-ayrıdır və yaxud da hamısını rəng verə bilərik qrafikanın, damanın öz içinə və damanın öz içində yazılış rəngini dəyişə bilərik. Məsəl üçün, yazaq sonra satın alma yazdıq və bunun rəngini, yazılış rəngini gördünüz də dəyişdikcə ekranda da dəyişir. Qırmızı qoyduqda bu hal alır. Onda isə qara və normal öz rəngimiz lazımdır. Burada daha bir başqa sətri yazdıqda, məsəl üçün bunun orta, sağ və sol tərəfdə yazılmışdır. Burada indi soldadır. Biz bura ortaya basdıqda ortaya gəlir. Sağa basdıqda sağdan yazılır. Nə yazırsaq, yəni hamısı sağdan yazılır. Və yaxud da qeyd eləmək üçün hamısını burada sağ düymələrdə hər bir yazdığınız söz sağ tərəfdən qeyd olaraq davam edir. Və yaxud bunun hamısını qeyd edirik. Ortaya elədiyimizdə isə hamısı bu sətirdə olanlar, hamısı ortada qeyd olunacaqdır. Və yaxud işarələdiyimiz yeri də fərqi yoxdur. Yəni işarələdiyimiz yerdən də eləmək olar. Hansı hissəni işarələyirsə bu şəkildə o işarələri qeydiyyata ala bilir. Ortada nəticə isə hamısı ortadan yazılacaq. Məsəl üçün yazaq, gördüyünüz kimi ortadan oldu. Amma buranı qeyd eləməmişik. Buranı qeyd edəkdə adı gördüyünüz kimi bu sətirdə başdan yazılır. Bunu qeyd edilsək artıq özünü tutur. Biz silək.
Qrafika qurmağı, cədvəl qurmağı keçək, funksiya verməyi keçək, yəni başqa, bunun üstündə başqa məsələlərə toxunmaq olar. Biz indi qeyd edək meyvələr, uzun satış ambar kimi məhsulların aylıq satışının nə qədər olduğunu hesablamaq üçün bir funksiya, bir cədvəl qrafika quracaq. Meyvələr bölməsi seçək, tərəvəzlər bölməsi seçək, tərəvəzlər bölməsi seçək. Bunu silək ki, yox edək ki, normal yazıq olsun. Tərəvəzlər seçək və bunları ayrı-ayrı satış, nə qədər satış və qiymətini, cəmi qiymətini çıxardaq. Tərəvəzləri burada kəsmə və kopyalama funksiyaları vardır ki, burada kopyala bas, Ctrl-C-ni bassaq funksiyanı yerinə yetirəcəkdir. Ctrl-C, gördüyünüz kimi Ctrl-C-ni bastıq və Enter-i bastığımızda kopyaladı. Bizə isə lazımdır, yəni tərəvəzlər lazımdır, kəsmək lazımdır, yəni buradan götürüb sağa qoymaq lazımdır, biraz arada məsafə olmalıdır. Və Ctrl-X isə kəsmə funksiyasını getirir. Ctrl-X düyməsini basırıq və köçürmək istədiyimiz yeri işarəlirik və Enter-ə basırıq, istədiyimiz hərəkəti yerinə yetiririk. Meyvələr, məsələn üçün meyvələrdən qoyaq alma, armud, gilas, banan, sonra məsələn üçün portağal, və keçək tərəvəzlərə. Tərəvəzlərdən qeyd edək, qarpız, yemiş, sonra kartoşka, kartof, soğan, balqabaq və budur. Bunları biz qara biraz daha edək, daha dolğun edək ki, digərlərindən fərqlənsin, başlıq bölmə olduğu üçün. Və bundan əlavə biz burada bizə lazım olan funksiyalardan məsələn sətir əlavə etmə. Sətir əlavə etmək istəyirsə sağ və yuxarıdan, bizə indi isə aşağıdan lazımdır. Sağ düyməni basırıq və Stavit ingilis dilindədirsə sizdə burada olur insert. Və gördüyünüz kimi əlavə səhifə əlavə etdik. Burada yəni elə bir bölmə yoxdur. Burada sadəcə olaraq məhsulun adı, yəni məhsulun adı bizə artıq biraz sadə lazımdır. Məhsulun adı. Bura yerləşmir, biraz genişləndirir. Hələ qrafika qurmamışıq. Məhsulun adı çəkisi, qiyməti, cəmi və budur. Hamısı bildirildi və bunların hamısını bölməyə aid elədiyimiz üçün biz bu hamısını bir bölməyə aid eləmək üçün burada A düyməsi var. A-nin ingiliscə, yəni gördüyünüz kimi burada rəqəmlər hamısını başlıq qoymaq üçün istifadə olunur. Budur. Artıq biz hər birində tək-tək gəzə bilirsək, burada isə tək olur. Hamısının ortaq.
bildiricisi kimi. Və biz burada da sağ tərəfdə tərəvəzlərə də həminki vəziyyəti təkrar edirik. Çəki qiymət cəm kopyaladım, yəni Ctrl C ilə artıq bunu keçmişdir. Budur, çəki qiymət cəm. Biz məsəl üçün bir aylıq, bunların hamısını bir aylıq edirik. Qrafikanı isə buraxmırdı. Burada tərəvəzlər üçün edək. Qol yarada damanı özəlləşdirək. Məhsulun adını yazmalıyıq. Məhsulun adı. Burada hər birini böyütmək və balacada bilərik. Biz 10 da edə bilərik. 10 da edə bilərik. Burada müxtəlif çəkilər var. Gördüyünüz kimi arta bilər, azala bilər. 10 elədik. Biraz rahat olsun. Və cədvəl verək bunlara. Gördüyünüz kimi hamısını işarələyirik. Burada cədvəlin növləri vardır. Biz əgər hər birini cədvələ salmaq istəyirsə, görünürsə, yəni hamısını alaraq qeyd edir. Gördüyünüz kimi cədvəlimiz alındı. Cədvəldə isə çəkisi 1 kiloqram qiyməti. Burada bir dənə də sətr əlavə edək hər birinə. Sondakı yekun qiyməti çıxartmaq üçün əlavə edək və bir ədəddə əlavə edək. Satılan, satılmış, satılan çəki, yəni nə qədər satılır. Və çəkisi 1 kiloqramı, yəni 1 kiloqramı hamısının qiyməti, 1 kiloqram qiyməti 5 alma 1 azəyə. Bir azəyə. Armud 1 manat 50 qəpik. Gilas 3 azəyə. Bunların hamısına indi yan vergilər artıracağım ki, qəpiklər nə qədər olduğu bilinsin. Banan 2 manat. Portağal 2 manat 40 qəpik. Bunların hamısını digərlərində bildirmək üçün bunların hamısını işarələyirik. Yenidən shiftlə yuxarı aşağı etdikdə yenə də yəni qeyd aparmaq olur. Shiftə basıb aşağı doğru edirəm. Yenə də qeyd alırım. Bunu da deyim. Bəli, biz burada artıq bunları qeyd elədik. Gördüyünüz kimi sağa elədikdə vergüllərdən sonra qəpiklər bilinirdi, bu bizə lazımdır. Bunların hamısına satılan ədədə ehtiyac yoxdur, cəm üçün də bunu qeyd edirik, satılan cəm yəni məbləği. Burada da 2 ədəd 0 qeyd edirik və qiymət burada. Kontralı basdıqda digərlərini də əlavə etmək olur, yəni işarələmək olur. Kontrol düyməsini basırıq. Gördüyünüz kimi ikisini də kontrol düyməsini basıb saxlayanda hər birini qeyd etmək olur. Və bundan sonra yenidən 2 dənə 0 qeyd edirik. Və cəmi satılan 5 kiloqram bundan satılıb, 6 kiloqram bundan satılıb, 12 kiloqram bundan, gilas 21 kilo banan, portağal isə 42 kilo. Cəmi indi keçəcəm. Qarpız arasına 1 kilo, 1 kilo, 1 kilo qeyd edək. Bunları yenidən çəki qiyməti, yəni 1 kiloqram çəkisi. Bunu ayrıca başqa cürə etmək olur, ya sarıda olsun deyə. Mən belə edirəm. Orta olaraq qeyd edirik. Qiymət. Qiymət qarpızın kilosu 40 qəpik. 2-0 qeyd edirəm. 2-0 artıraq. Yemiş. Yemiş kilosu 65 qəpik. Kartof 90 qəpik. Soğan 1 manat. Balqabaq
70 qəpik. 70 qəpik. Satılan isə qarpız 150 kilo, yemiş 61 kilo, kartof 130 kilo, soğan 100 kilo, balqabaq isə 20 kilo. Və cəmi, indi isə biz bunların cəmini hesablamalıyıq. Bir-bir yazmalıyıq. Excel proqramı əsas nöqtəsi odur ki, funksiya veririk. Burada funksiya vermək üçün bərabər düyməsini basırıq, yəni önəmli bir yerdir. Bərabər düyməsini yazırıq və qeyd edirik, nəyi nəyə vururuq, nəyi nəyə bölürük, nəyi nəyə çıxırıq, üstə gəlirik. Bizə indi isə satılan malın neçə kiloqram satılıb, qiyməti neçədir? Qiymət vururuq, vurma işarəsini qeyd edirik və yəni D7 damasını vururuq. Gördüyünüz kimi qeyd olub D7 daması vurma işarəsi, mən qeyd elədim burada vurma işarəsi və Y5 Y7 üzr istəyirəm. Y7 bunların qovuşma nöqtəsi Y7-dir, yəni daması budur. Vururuq, bir-birinə vururuq. Sonra isə qeyd etdikdən sonra enter düyməsini basırıq. Funksiya yerinə yetirildi. Yəni 1 manat vurulsun 5 bərabərdir 5 azayın. Bunlara da qeyd edin mən vergül ki, bu da cəmi. Yekun məbləğ olduğu üçün. Və 5 manat. Yenidən biz funksiyanı bərabərdir 1.50 qeyd edirik. D8 vurulsun, vuraq qeyd edirik, vurulsun Y8. Gördüyünüz kimi enter düyməsinə basıram. 9 manat, 6 manat vurulsun 1 manat 50 qəpik 9 manat. Və bunu hər dəfə təkrar eləməmək üçün Excel'in gözəl rahatlaşdırıcı sxemdən istifadə edirik. Burada müsbət işarəsi yarandıqda, yəni sonunda sağ küncündə gətirdikdə müsbət işarəsi yaranır. Bu yarandıqda basırıq və aşağı doğru çəkirik. Hamısını olduğu kimi qeyd edirik. Yəni bu funksiyanı özü avtomatik olaraq burada görürsünüz D9 vurulsun Y9 gördüyünüz kimi burada artıq özü həll edir. Həmçinin aşağıdakında, yəni aşağı doğru çəkdikdə artıq növbətilər də birinci elədiyiniz funksiyanı davam edir. Həmçinin burada da həminki funksiyanı yerinə yetiririk. Bərabərdir. Sağ I7 vurulsun J7. Enter düyməsinə basırıq və funksiya yerinə yetirildi. Aşağı doğru çəkirik və hər biri də eyni funksiyanı yerinə yetirir. Yəni bu düymədə bu vurulsun bu. Bu vurulsun bu. Bu düymədə 100 cəmində 1 vurulsun 100. 14-də 70 vurulsun 20. Yəni belədir. Qrafika gördüyünüz kimi çox sadə alındı. Cəmi isə qeyd edə bilərik. Cəmi qeyd eləmək üçün burada sağda funksiya işarəsi, yəni gördüyünüz kimi qeyd olunub burada 3, 6, 5, 8 summa, yəni cəmi. Burada qeyd eləyək summanı. Summa gördüyünüz kimi qeyd edir, avtomatik özü qeyd edir, amma çox vaxt bu özünə getirir. Onun üçün biz özümüz qeyd eləyək. Əllə qeyd eləyək. Cəmi gördüyünüz kimi F7, F11. F7 gördüyünüz kimi damasından F11 düyməsinə qədər olan damaların hamısını cəmini hesablayır və qeyd elədikdən sonra enter düyməsinə basırıq, cəmi artıq özü hesablayır. Həmçinin burada da həmən funksiyanı yerinə yetiririk, yəni düzəldirik, E-yə basırıq, enterə basırıq, cəm bilinir. Artıq bizim aylıq satışımız nə qədərdir, yəni cədvəldə olduğu üçün bunu biz yerinə yetirdik. Bugünkü dərsimiz bu qədər. Bugün isə qrafika cədvəl qurmağı keçdim. Növbəti dərsdə inşallah daha geniş Excel haqqında məlumatları öz biliklərinizə çatdıracağım. Sağ olun.